əla quruluşda, fərqli konseptdə belə bir 4 otaqlı həyət evimiz satışa çıxıb. Kürsülü 4 otaqlı evlərə nadir hallarda rast gəlmək olur. Kürsülü 4 otaqlı evlərin içərisində ən ucuz təklif olunan 2 evdən biridir, hörmətli izləyicilər. Kisotda inşa olunub, pultla idarə olunan darvaza, əlavə kaletka, qapı, trap qoyulub. O hissələr yaşıllıq üçün nəzərdə tutulub. Görürsünüz, evin soluna və arxasına keçid etmək mümkündür. Kombi aparatının yeri, kollektor sistemi arxada yığılıb. Ev bütünlüklə boydan boya istifa oldu. Burada kiçik terras sahəsi saxlanılıb. Masazırda yerləşir. Qiyməti 110 min manatdır evin. Alıcılara endirim olunacaq, hörmətli izləyicilər. 2 metrlik foyesi mövcuddur. Qeyd etdiyim kimi boydan boya istifa olla təchiz olunub. Giriş qapısı seyf qapıdır. Görürsünüz, adi standart qapılardan deyil. Buradan mətbəx sahəsi və mətbəxdən terras sahəsinə çıxış var. Terrası daha böyük etmək olardı məncə. Daha sonra burada yerləşir evin zal hissəsi. Geniş vitraj pəncərələrdən istifadə olunub. Çox səliqəli formada həqiqətən də təmir olmuş evdir. Keyfiyyətinə isə söz ola bilməz. 40-40 təməl üzərində əvvəldən axıra qədər cüt kubik və mərtəbənin yekununda beton kəmər atılıb. Bura ailə üçün nəzərdə tutulmuş yataq otağı, görürsünüz, kondisioner xətti, televizyon xətti çəkilib. Evin arxa tərəfinə keçidi də göstərim sizə buradan. Çöldən göstərmək fürsətim olmadı. Arxa tərəfinə görürsünüz 1 metrdən artıq məsafə gözlənilib. Masazırda 6 nömrəli məktəbin yaxınlığında yerləşir, hörmətli izləyicilər. Tam yaşayışlı ərazidir. Evin qiyməti 110 min manatdır. Kupçalı evdir. Nağd alışlı alıcılara endirim olunacaq, hörmətli izləyicilər. Qeyd etdiyim kimi ev boydan boya istifa oldu. Bura növbəti otaq və son olaraq da ümumilikdə 4-cü otağı sizə göstərim. Evimiz 3 yataq otağı, mətbəx, zal və sanuzeldən ibarətdir. Real alıcılarla qiymətdə razılaşmaq mümkündür. Tok sistemini də sizə göstərim. Baxın, hörmətli izləyicilər, bu qaydadadır. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Sağ olun, hələ.